Tasua günü, Tasua günü. Həzrət İmam Hüseyin yığdı səhabələri. Dedi ki, getmək istəyən gedə bilər. Bunlar dedilər ki, yox getməyəcək. İmam Hüseyin dedi ki, onda sabah hamımız şəhid olacaqsınız. Şəffaf danışıram sizinlə. Bunlar dedilər ki, ağacan canımız sənə fəda olsun. Bir dənə də uşaq var idi orada, biraz küncdə əyləşmişdi qıraqda. Biraz kənara dayanmışdı o. 13 yaşlı Qasım. 13 yaşı var, İmam Həsənin yadigarıdır. Bu söhbət qutaranda dilə boşaq diqqətlə baxırdı. O səhnə nə maraqlı səhnədir. Uşaqdır, 13 yaşında diqqətlə baxır əmisinə ki, görək əmi nə deyəcək. Mövzu bitdi, hamı getdiyində hərə söz xeymələrinə tərəf. Deyirlər, orada gəldi Qasım İmam Hüseynə yaxınlaşdı. Dedi ki, əmican, dedi, bəli. Dedi, əmi bir yağdan danışırsan, sabah hamı şəhid olacaq. Dedi, bəli, bala düzdür, danışdım. Dedi, əmi sualım var, verə bilərəm, dedi, buyur. Dedi, ənə fi mən yuqtəl. Mən şəhidlərin siyahısındayam, yoxsa yox. Dedi, bala, keyfəli mot indək. Bala, mənim də sənə sualım var, axı. Dedi, nədir, əmi? Dedi, ölümə baxışın nədir, münasibətin nədir? Tez cavab, əhla minəl əsəl, elə bil hazırdır uşaq. İş baldan şirindir sənin, Hüseyin yolunda ölməyi baldan şirin. İmam Hüseyin söz tutdu, bir dənə cümlədir. Bəziləri deyir, bəlkə də Qasım başa düşmədi bu cümləni. Amma İmam Hüseyin görürdü o hadisəni. Üst nə dedi? Qayıtdı ki, bə'də ən təbluva bi bəlain əzim. Valla şəhid olacaqsan, amma bir dənə böyük, bir dənə bəla, müsibət gözləyir səni qabaqda. Ondan sonra şəhid olacaqsan. O nədir o bəla, müsibət, onu deyəcəm sizə. Aşura oldu, vaxt vədə yetişdi. Vaxt vədə yetişdi. Gəldi, dayandı İmam Hüseynin qabağında bu Qasım. Əmi, dedi, bəli. Əmi icazə verirsən, gedim. İmam Hüseyin üzünü çevirdi. İmam Hüseyin üzünü çevirdi, bir atdı, bir çatdım o tərəfə getdi o tərəfə. Dayandı yenə qabağında. Əmi icazə verirsən, İmam Hüseyin keçdi bu tərəfə. Biraz keçdi o tərəfə. Gəldi yenə dayandı, əmi, qurban olaram sana. Nə icazə verirsən? İmam Hüseyin icazə vermədi. Bir sözü inədi, billər düşdü İmam Hüseynin ayaqlarının altına. Başladı qucaqlamağa. Uşaqda olan qeyrətə, mərdanəliyə bax. Elə qucaqlayıb İmam Hüseynin ayaqlarını. Ata, əmi, qurban olaram sana. Əmi icazə ver gedir. İmam Hüseyin durğuzdu uşağı yerdən, qal hələ, qal. Uşaq getdi, əlində bir dənə kağızdan gəldi. Dedi, əmi, bir dənə söz deyə bilərəm? Dedi, buyur. Dedi, əmi, atamın bir vəsiyyətnaməsi olub mənə, istəyirəm sənə verim, özün oxu. Atam deyən kimi, İmam Həsən deyən kimi, İmam Hüseynin yadına İmam Həsən düşdü, ağladı. İmam Həsən də yaralı yeridir İmam Hüseynin. İmam Həsən İmam Hüseynin yaralı yeridir, Hüseyin də İmam Həsənin yaralı yeridir. Özü deyir ki, İmam Hüseynlə bağlı deyir ki, sənin bəla və müsibət çatmaz, qardaş. Müsibətdir, sən görəcəksən qabaqda. Deyirlər, orada da deyirlər, açdı deyir məktubu, gördü məktubda bir cümlə yazdı, bir cümlə. Qasım, məbada